Bəzən deyək dediyimiz zaman tez-tez eşitirik bunu. Bəzi insanlar Allahın dini haqqında bildirmə danışırlar. Özellikle bəziləri də vardır ki, səmimi insandırlar. Lakin ilimsizlikdən başqa yerlərdən eşitdikləri sözləri qəyə bağlarında. Baxın, dəyərli qardaşlar, Rasulullah s.a.v. buyurur ki, insana yalan olaraq hər eşitdiyini deməsi yetər ona. Bəzi müsəlmanlar deyirlər ki, hal-hazırda olduğumuz bu məscid deyilmiş. Bura musallə, yəni namazgahmış. Halbuki dəyərli qardaşlar, bunu mən uzun danışa bilərəm, vaxtımız yoxdur. Onu deyim ki, bura məsciddir. Çünki musallə dediyimiz namazgahın onun şərtləri vardır. Deyəlim ki, bir insan bir obyekti musallə etdi, namazgah etdi, oranın təyinatı dəyişə bilər. Bir müddət sonra dəyişə bilər. İstəsə onu yenidən obyekt edə bilər və yaxud da başqa bir şey edə bilər. Lakin məscidin hökmlərindən biri olur ki, onun təyinatı heç vaxt dəyişməz. Təsəvvürə gətirin, deyəlim ki, günlərin bir günü bu sədərət ticarət mərkəzi dağıdıldı və yerindən park düzəltdilər. Siz düşünür müsünüz ki, bu məscid dağıdılacaq onda? Əlbəttə ki, xeyr. Çünki bunun təyinatı məscid üçündür. Heç vaxt təyinat dəyişə bilməz. Onun üçün dəyərli qardaşlar, bu haqda xəbərdarlıq edirik ki, müsəlmanlar hər eşitdiyini deməsinlər və Allahın o evləri, məscidləri haqqında bildi bölməli danışmasınlar.